Yetkinlər üçün yuxu müddəti 6-8 arası müəyyən olunur, həmişə deyilir bu. Hərənin özündə norması başqadır və yatma saatları da eyni ilə. Ölkə adları çəkilib, Yaponiya, Fransa, bir də Kanadada və orada da elə o civarda gedir də 6 saat, 7 saat nə qədər. Yəni bəs edilən, kifayət edilən miqdar olaraq qeyd olunur. Və burada hipertansiyon olsun, obezite, depresyon, başqa bir çox, elə dünən tiroidin də adı çəkilirdi. Onlar da onsuz tədqiqatlardan götürüb danışır, havadan danışmırlar ki. İnsulin dirənci, şəkərə aid, bütün də kilonu ilgiləndirən hər şey birbaşa yuxu ilə əlaqəlidir və bu da bu cür xəstəliklərin yaranmasına səbəbiyyət verir. İnflamasyon.